Bir dəfə babam mənə demişdi ki, hamımız bir gün bu dünyadan köçüb gedəcəyik. Qalan isə hər zaman səndən olan xatirələrdir. Ən əsas da gördüyün xeyirxah işlərdir. Tanıdığın, tanımadığın insanlara köməklik elə. Bugün mən bu düşüncələrlə evdən çıxmışam. Özümlə də bir neçə kitab götürmüşəm. Amma hara aparıram, bax bunu birazdan biləcəksiniz. Bircə onu deyə bilərəm ki, gedəcəyim yerə bir dəfə getmişəm. Əsədovun Xilə kəndinə kitablarla yollanmasının səbəbi nə idi? Bugün məni bura gətirən çox maraqlı bir şeydir. Onu kənd cəmaatı belə qarşıladı. Əmircan Dəmir yol stansiyasında danışdığı ayrılıq hekayəsi. Oğlan həmən bu stansiyaya gəlir, qız isə gəlmir. Fotoqraf xanımın obyektivinə tuş gələn aparıcımız. Azərbaycanda Əmircan Florensiyada. Səttar Bəhlovzadə və onun nakam sevgi hekayəsi. Xanım ömrü boyu Səttar Bəhlovzadə yalnız bir dost kimi münasibət göstərir. Dünyaca məşhur olan Qəyyur Yunus və onun əvəz olunmaz rəsm əsərləri. Avropada çoxdan eləyir, Picasso eləyib, Matisse eləyib, hamısı bunlar eləyib, indi bunlar yamsılayırlar. Bugün mən Əmircandayam. Əmircanların dili ilə desək Köhnə Xilə kəndində. Bugün məni bura gətirən çox maraqlı bir şeydir. Əmircanda bir dəyişikliyə rast gəlmişəm. Bəzən olur ki, xırda dəyişiklik böyük hansısa hadisələrə gətirib çıxara bilər. İndi sizə ətraflı danışacağam. Əmircan kəndində məktəbə gedən yolun kənarında yerləşən bu kiçik, amma çox qiymətli güşə kəndin uşaqları üçün yeni bir imkan yaradır. Bax bu yol məktəbə doğru gedən yoldur. Bu güşədə oxumağa həvəsi olan uşaqlar kitabları tapır, həm də hansı kitabı oxuyacaqlarını özləri seçirlər. Və ən maraqlısı, bu kitablardan bəzilərini mən bura gətirmişəm. Bu güşəni sevimli dostum Bəhram Bağırzadə və keçən dəfə söhbət elədiyimiz çox hörmətli Elxan müəllim təşkil ediblər. Demək, uşaqlar gəlib bu güşəyə yaxınlaşırlar və burada istədikləri kitabı götürüb oxuyurlar. İstəmədiklərini, artıq oxuyub bitirdiklərini isə gətirib yerinə qoyurlar. Mən də evdən bu kitabları götürdüm ki, burada qalsın, uşaqlar nə vaxtsa oxuyarlar. Bəli, çoxumuzun evində bu cür gözəl kitablar var, amma bəzən onlara sadəcə toz yığılır. Mən də dedim ki, bəs niyə bu kitablar toz altında qalmalıdır? Bəzən evdə kitablara dekor kimi yanaşırsınız, bilirəm. Dekor kimi toz yığmaqdansa o kitabları gətirib bu rəfin içinə yığsaz, daha çox xeyrini görə bilərsiniz. Və mən ümid edirəm ki, bu güşə belə balaca yox, bundan da böyük olacaq və bütün divarı tutacaq. İnanın mənə, hər bir kitab sadəcə bir çox səhifədən ibarət deyil. O bir dünyadır. Hər səhifə bir uşağın yeni bir dünyaya addım atmasıdır. Kitab güşəsindəki hər bir kitab bir uşaq üçün yeni bir təhsil qapısıdır. Və hər dəfə bir kitab götürən uşağı görəndə hər kəsin təhsilə və gələcəyə olan ümidi daha da artır. Nə vaxtsa siz də evinizdə oxumadığınız bir kitab tapsanız, bəlkə onu bura gətirmək istəyirsiniz. Kim bilir, bəlkə sizin gətirdiyiniz kitab hansısa bir uşağın həyatını dəyişəcək. Xatırlayırsınızsa, mən Xilə kəndində bir dəfə olmuşam. İndi də gəlişimin səbəbi oldu bax bu kitablar. İndi gözləmək lazımdır. Mən Xilə kəndi üçün darıxmışam. Mən burada olanda Xilənin tarixindən, məkanlarından, milyonçusu Murtuza Muxtarovdan, məsciddən, milli qəhrəmanı Albert Aqarunov haqqında, dəmir yumruq abidəsini hazırlayan Elxan bəylə, məşhur Xilə qutabından da həm danışdıq, həm də daddıq. Bəli, danışmışam, amma hər zaman demişəm axı, hər kənddə, hər qəsəbədə danışılası o qədər mövzular və tanımalı olduğumuz o qədər insanlar var ki, ona görə də vaxt itirməyək. Buranın məni cəzb edən əsas yerlərindən biri də dəmir yol stansiyasıdır. Demək olar ki, bura öz köhnəliyini qoruyub saxlayıb. Yəni təmirsizdir. Bax elə bunun özü də bir sentimental hisslər yaradır. Bəzən burada dayanıb köhnə stansiyanın üzərinə düşən gün işığını izləmək çox xoşdur. Bu sanki bir zamanın nəbzini tutmaq kimidir. Hər kəs öz həyatına davam edir, amma o qatarın keçməsi ilə hər şey bir anda bir növ xatirəyə çevrilir. Bu həm də bizim keçmişlə gələcək arasındakı əlaqəmizdir. Hər dəfə buradan keçəndə bu stansiyanın yalnız adını duymuram. Mən buranı bir həyat yeri, bir başlanğıc nöqtəsi, keçmişin bir xatirəsi kimi hiss edirəm. Kəndin bu kiçik stansiyası bizim bir-birimizə bağlılığımızı və bu dünyada nə qədər səyahət etsək də bəzən geri qayıdacağımız yerin məhz bu olduğu hissini verir.
Və siz bu stansiyanı növbəti dəfə keçəndə sadəcə bir nəqliyyat yeri kimi deyil, bir yerdəki insanları, onların xəyallarını və səfərlərini də xatırlayın. Çünki bəlkə də gələcəkdə buradan keçən hər qatar yeni bir səhifənin başlanğıcıdır. Əmircanın bu stansiyası ilə bağlı çox maraqlı bir hekayə var. O vaxtı, dünyanın düz vaxtı, bir oğlan bir qızla tanış olur. Əlaqə vasitələri olmadığı üçün qərara gəlirlər ki, onlar elə məhz bu stansiyada görüşsünlər. Oğlan həmən bu stansiyaya gəlir, qız isə gəlmir. İllər keçir, vaxt ötür, oğlan hər gün bu stansiyaya gəlir, o qızı gözləyir. Amma təəssüf ki, xanımdan bir xəbər çıxmır. Daha sonra bu stansiya bağlanır təmirə və həmən oğlan ailə həyatı qurur. Sözümü nəyə gətirirəm? Bəlkə bu bəlkələr olmasaydı, biz həyatımızı istədiyimiz kimi qurardıq. Bu stansiyanın bir xatirəsi də var. Səttar Bəhlulzadə şəkillərdən gördüyünüz kimi də həmişə nimdaş paltarda gəzirmiş. Heç vaxtı əyin başına fikir vermirmiş. Çünki o düşünürdü ki, paltar yalnız istidən və soyuqdan qorumaq üçün lazımdır. Və bir gün həmən bu stansiyada elektriçkaya minir, hava isti olduğundan o başındakı biletini yanına qoyur və onu yuxu aparır. Artıq elektriçka mərkəzə çatanda o ayılır, görür ki, onun papağının içində xeyli pul var. Cəmaət, elektriçkada olan insanlar düşünüblər ki, o dilənçidir və onun papağına pul atıblar. Amma heç vaxt bilməzdi ki, Səttar Bəhlulzadənin əsərləri indi hal-hazırda milyonlarla dəyərləndiriləcək. Fotoqraf xanımın obyektivinə tuş gələn aparıcımız. Azərbaycanda Əmircan Florensiyadır. Səttar Bəhlulzadə və onun nakam sevgi hekayəsi. Xanım ömrü boyu Səttar Bəhlulzadəyə yalnız bir dost kimi münasibət göstərir. Dünyaca məşhur olan Qəyyur Yunus və onun əvəz olunmaz rəsm əsərləri. Avropada çoxdan eləyirlər. Picasso eləyib, Matisse eləyib, hamısı bunlar eləyib. İndi bunlar yamsılayırlar. Sanki dejavu yaşayırdım. Zabrat qəsəbəsində xatırlayırsınızsa, gözləmədiyim bir an bir də gördüm ki, şəkillərimi çəkirlər. Siz hər gün gəlirsiniz bu stansiyaya şəkil çəkməyə? Çox tez-tez gəlirəm, çünki mən Əmircanlıyam. Tanımayanlar üçün deyim ki, bu Amira xanımdır. Amira xanım Azərbaycan Fotoqrafları Birliyinin sədridir. Ümumiyyətlə, bu fotoqrafiya sənətini necə seçdiniz? Fotoqrafiya, mən burada doğulmuşam, bilirsiniz də, Bakının Mədəniyyət Mərkəzidə Əmircan. Bu mənim əslimdən, kökümdən gələn bir incə sənətdir. Həqiqətən də fotoqrafiya həm incə sənətdir, həm tarixdir. Həm bugünü yazır, həm dünəni, tarixini yazır. Və Əmircanı mən bugünkü halı ilə çəkirəm, çünki bilirəm ki, sabahları bu halı olmayacaq. Günü-gündən gözəlləşir, amma şəkillərdə, yaddaşlarda qalır hər zaman. Yəni, Əmircanın köhnə vaxtları daha maraqlıdır şəkil çəkmək üçün? Çox köhnə vaxtlarını görməmişəm, amma burada doğulduğum üçün yəni ki, düşünürəm ki, mən bunun tarixə həkk eləməliyəm. Biz baxın, nəyə görə adətən ağ-qara şəkillər daha çox sevilir, əgər biz hansısa bir fotoqrafiya sənətindən danışırıq? Bu klassikaya görədir, yoxsa insan daha rahat qavrayır o gözəlliyi ağ-qarada? Ağ-qara şəkil artıq mövzunun özünü tam əks etdirir. Tam əks etdirildiyi üçün də ağ-qarada artıq tarixin tam qabarıq olaraq göstərir. Rəngli şəkil biraz alladıcı olur. Amma ağ-qarada nə varsa odur. Siz daha çox hansına üstünlük verirsiniz? Ağ-qara Mən hər ikisinə. Hər ikisinə, çünki müasir dövr tələbləri var. Təbii ki, tələblərə uyğun da mən çəkirəm və necə deyirlər, plyonka ilə də çəkirəm. Lentə çəkəndə, yəni peşəkarlar deyirlər ki, onun dərinliyi fərqli olur və onun ruhunu hiss eləmək olur. Bəli, bəli. Həm də artıq orada 36 kadr olduğu üçün hər kadrı düşünmək məcburiyyətindəsən. Ki, yəni bunu çəkim, çəkməyim. İndi mən biraz praktik nöqteyi nəzərdən yanaşıramsa, 2 lent ola bilərdi, 36-36. Nə qədər də çox olsa lent yenə də düşündürür. O bitmə qorxusu olur hər fotoqrafın ki, bu bitə bilər. Ona görə də bütün mövzular plyonkada daha mənalı alınır.
Bu əslində dərin fəlsəfəsi var bunun ki, mən 36 kadra yerləşdirməliyəm bütün gördüklərimi. Bəli. Və o seçim qarşısında, tez-tezmi seçim qarşısında qalırsınız? Tək fotoqrafiyada yox ümumiyyətlə. Təbii ki, insanlara fikrimi çatdırmaq üçün bəzən bir kadr lazım olur. Bir kadra bütün mövzunu çatdırmaq məcburiyyətindəsən. İndiyə qədər o bir kadr çəkmisiniz və ya indiyə qədər çəkdiyiniz neçə o bir kadr var? Artıq 20 ildən çoxdur bu sənətdəyəm. Yəqin ki var. Mən saymıram. Yəni gördüyüm işlərin heç birini qələmə almadığım üçün düşünürəm ki var. Onu artıq məni izləyənlər bilir. Onu artıq düşünürəm ki, mənim tələbələrim bilir. Şəkil çəkəndə deyəndə fotoqrafiya ilə məşğul olanda əsas biz bunun texniki tərəfinə fikir verməliyik, yoxsa daha çox məna və ruh vacibdir? Vacibdir. Məna və ruh çox vacibdir. Texniki tərəf standartdır. Hər kəs öyrənə bilər. Amma qalan 60-70% mənasını, ruhunu hiss eləməsən o şəkil alınmır. Bəs siz o ruhu almaq üçün o ilham pərisini hardan götürürsünüz? Hardan gəlir o? Elə Əmircandan gəlir. Ən yaxşı cavab elə buydu. Buradakı adət-ənənə biraz fərqlidir. Təbii ki, yanaşma ilk illərdə biraz fərqli idi. Qız fotoqraf, yəni təbii ki, fərqli idi. Amma belə deyim, mən uşaqlıqdan bu rəssamlıq, sənətkarlıq, Tofiq Bayram, Səttar Bəhruzədə, Qəyyur Yunis bunlarla böyümüşəm və evdə də hər zaman Zenit aparat var idi. İçində lent oldu, olmadı, mən onu çəkirdim. Yəni, bu uşaqlıqdan gələn bir həvəsdir. Yəni, bu həvəsdə içimdə öldürə bilmədim. Öldürə bilmədim, çünki mən bu ilə nəfəs alıram. Və hər bir bizim Əmircan kəndində çox gənclər var ki, ürəyi Əmircan kəndi ilə döyünür. Həqiqətən. Onlardan biri də mənəm ki, buranın tarixini həqiqətən o qədər çox sevirəm. Çox unikal yerdir. Şəxsən Əmircanlı olduğum üçün demirəm. Buradakı tarix, buradakı insanlar, buradakı ab-hava heç bir Bakı kəndlərində mən görə bilmirəm. Mən fotoqrafam, mən çox gəzirəm, Azərbaycanda çox gəzirəm və bir dostum var, Elçin Türkmən, onun sözüdür, Azərbaycanda deyir, Əmircan Florensiyadır. Həqiqətən bu belədir və mən deyərdim ki, Bakının mədəniyyət mərkəzidir. Çox insan, bu kiçik kənddən o qədər dahi insanlar çıxıb ki, yəni bəhrələnməmək mümkün deyil. Hər evdə 3 uşaq varsa, onun mütləq ki biri rəssamlıqla, şairliklə, ədəbiyyatla mütləq məşğuldurlar. Yəni bu genetikadan gələn bir, necə deyim sizə, artıq bizdə nəsildən qanla keçir. Havasından da, suyundan da bilmirəm, amma bu genetikadır. Onda mən sizdən xahiş edəcəm, olar mənim bir şəklimi çəkəsiniz? Təbii ki, olar və mən sizə təklif eləyərdim ki, Əmircanın daha tarixi gözəl yerləri var, oranı da gəzək. Fotolarının daha yaxşı olması üçün Amira xanımın təklifi əslində çox ürəyimcə oldu. Biz bir dəfə bura gələndə Qədim Nizaməddin məscidində çəkiliş aparmışdıq. Xatırlayırsınız da yəqin. Oranın mistik bir yer olduğunu yadınıza salmaq üçün qısa bir xatırlatma əsl yerinə düşər. Tarixdən danışırıqsa, onda mütləq bu tarixi məkana daxil olmalıyıq, buradan yaxından tanış olmalıyıq. Çünki burada sirli məqamlar həddindən artıq çoxdur və həqiqəti hələ də heç kəs axıra kimi bilmir. Və deyilənə görə burada bir tunel də var ki, o tunel bir neçə kilometr uzanır. Özümüz baxaq. İçəri keçərkən sehirli bir aləmdə idim sanki. Düzdür, məscid restavrasiya olunmuşdu. Amma bir neçə Bakı kəndi gəzən bir insan kimi qeyd eləməliyəm ki, bura çox ideal vəziyyətdə təmir olunub. Və həmən o bir neçə kilometrlik tunelin girişi məhz buradır. Amma girişi belə enli olmağına baxmayaraq, ora yalnız bir nəfər adam düşə bilər. Bu ya mən olacam, ya da bizim operatorumuz. Sərxan, gəl. Sən demə, Amira xanım məni elə-belə bura gətirməyib. İndi səbəbini özü dilə gətirəcək. Bura gəlməyimizdə məqsəd mənim üçün çox müqəddəs yer sayılır bura. Niyə görə? Biz 1691-ci ildən Əmircana köçmüşük, Əfşar nəslindənik
və 1792-ci ildə məhz Süleyman ulu babalarımdan biri burada təmiri işləri aparıb və onun adı da məhz qapının üstündə yazılıb və ona görə də bura mənim üçün daha çox müqəddəs bir yer sayılır ki, indi hal-hazırda mən onun adını soyad kimi daşıyıram. Bəli. Burada sizin fotolarınızı çəkmək istəyirəm, sizə xatirə olaraq qalsın. Mənim üçün böyük bir şərəf olar o. Amira xanım fotolarımı çəkdi. Yeni fotolarım məni gözləyirdi. Şəkillərə baxdım, çox gözəl idi. Amira xanıma təşəkkür elədim. Bu fotolara baxarkən Əmircan kəndində xatirələrim və Amira xanımın peşəkarlığını xatırlayacağam. Axı Əmircanı Kiçik Florensiya da adlandırırlar. Elə ona görə də yollandım Əmircanlar üçün Əmircan gölünə, bülbüllər üçün isə Bülbülə gölünə. Hər zaman bu mövzu ətrafında müzakirə gedir. Əsas olan odur ki, gölün köməyi ilə zamanında insanlar dolanışıq üçün istifadə ediblər. Kənd cəmaatı gölün duzundan və gilabisindən istifadə ediblər. Amma buranın rəvayətləri də az deyil. Bu gölün bir tərəfi Əmircan ərazisinə düşür və belə bir rəvayət var ki, bir xanım var imiş. Hər gün o bu gölün kənarına gəlib sahilində oturub susarmış. Kəndin cəmaatı soruşanda ki, niyə belə eləyirsən, o susarmış və heç bir cavab verməzmiş. Və bir gündə o gəlir gölün qarşısında dayanır, susur, suya girir, çıxır və sudan çıxandan sonra deyir ki, bu su mənim kədərimi aparır, amma əvəzində mənim sirlərimi saxlayır. Və günlərin bir günü həmən xanım bir daha o suya girib və bir də oradan çıxmayıb. Səttar Bəhlovzadə və onun nakam sevgi hekayəsi. Xanım ömrü boyu Səttar Bəhlovzadəyə yalnız bir dost kimi münasibət göstərir. Dünyaca məşhur olan Qəyyur Yunus və onun əvəz olunmaz rəsm əsərləri. Avropada çoxdan eləyir, Picasso eləyib, Matisse eləyib, hamısı bunlar eləyir. İndi bunlar yamsılayırlar. Uşaqları yığırsınız ətrafınıza, onlara dərs keçirsiniz. Məqsədiniz isə tamamilə rəqs öyrətməkdən daha üstün, daha böyüdür. Bəli, bizim məqsədimiz ən birinci növbədə odur ki, uşaqlar, yəni bizə biraz kənd yeri olduğuna görə istəyirik həmişə, yəni təmənnasız olaraq da bəzi uşaqlar var ki, məsəl üçün imkansız ailələr olur bizdə. Həm o, həm məsələn şəhid ailələr olur. Hamısını dəvət edirik rəqs salımıza. Uşaqlar elə tək ki, bizim yanımızda həvəslənsin, rəqslə məşğul olsunlar. Biraz əsas pis vərdişlərdən uzaq olsunlar. Yəni əsas məqsəd onları nəzarətdə saxlamaq. Bəli, əsas məqsədimiz odur, ən çox. Və bu uşaqların hamısı Əmircan uşaqlarıdır. Əmircan uşaqlarıdır, Bülbülə uşaqlarıdır. Yəni əsasən bizdə kənd demək olar ki, birdir, Bülbülə, Əmircan. Qonşu olmaqlarına baxmayaraq, yəni bizdə bir tut ağacı var da, o ayırır bizim kəndimizi. Solu Bülbülədir, sağ Əmircan. Yəni uşaqların çoxsu və əksəriyyəti bu kəndlərdəndir. Özünüz tapırsınız o uşaqları, özünüz qapılarını döyürsünüz, yoxsa ki valideynlər gətirir? Elə olur ki, doğrudan da məsəl üçün imkanı çatmayan adam olur, məsəl üçün gətirə bilmir, doğrudan ona özümüz müraciət edirik və yaxud görürük həvəsli uşaqdır, bəzi səbəblərdən gələ bilmirlər, onda özümüz döyürük qapısını. Amma yenə də bizi də tapırlar, sağ olsunlar. Nailiyyətləri var uşaqların? Var, əlbəttə ki, nailiyyətləri var. Yəni, dövlət tədbirlərimiz olur, konsertlərimiz olur, uşaqları çıxışlara aparırıq, bacardığımız qədər.
bizə dəstək olur, bizə də dəstək olurlar. O vaxtı belə bir söz demişdilər ki, ya Bruce Lee müəllimini üstələyib öz müəllimindən yaxşı dalaşırdı. Və sizin yetirmələrinizdə sizdən yaxşı rəqs eləyə bilən var? Mən deyərəm ki, var. Özüm arada məsəl üçün qıraqdan baxıram. Görürəm ki, hə, məsəl üçün məndən də yaxşı olacaqlar inşallah. Peki olsun. Mən düşünürəm ki, siz çox savab işlə məşğulsunuz əslində. Həm uşaqlara öyrədirsiniz, həm nəzarətdə saxlayırsınız ki, pis vərdişlərdən uzaq olsunlar və əksəriyyətin təmənnasız. Buna görə sizə təşəkkür eləmək istəyirəm. Çox sağ olun. Biz də sizə təşəkkür edirik ki, gəlmisiniz. Bizi yad eləmişsiniz burada. Biz sizi yad eləmişik, amma biz bu gənclərin rəqs eləməyini də görmək istəyirik. Bu dəqiqə necə olasındır? Əlbəttə ki. Siz sağ olun, Allah köməyiniz olsun. Allah saxlasın. Hamısını sizi çox sağ olun. Təşəkkür edirəm. Yadınızdadsa keçən dəfə mən bura gələndə Səttar Bəhluzadənin ev muzeyinə getmişdim. Oradakı o möhtəşəm əsərləri görmüşdüm. Bu dəfə də bir rəssamla görüşəcəyik. O da Səttar Bəhluzadənin tələbəsidir. Qəyyur Yunus Səttar Bəhluzadənin rəhbərliyi altında rəssamlıq təhsilini davam etdirərək öz sənətində onun təsirlərini və təlimlərini əks etdirmişdi. Azərbaycan rəssamı, sənətkar və vizual sənət sahəsində tanınmış şəxsiyyətlərdən biridir. Onun sənət dünyasına olan töhfəsi çox mühümdür və Azərbaycan rəssamlıq tarixində əhəmiyyətli yer tutur. Qəyyur Yunusun əsərləri təkcə estetik dəyərlərlə deyil, həm də onun yaradıcılığında əks olunan milli və mədəni dəyərlərlə diqqət çəkir. O, müxtəlif dövrlərdə və janrlarda çoxsaylı sənət əsərləri yaratmışdır. Rəssamın əsərlərində adətən Azərbaycan xalqının həyatını, təbiətini, folklorunu, tarixi və mədəni irsini əks etdirən mövzulara geniş yer verilmişdir. O, həmçinin rəsmlərində güclü və hissiyatlı kompozisiyalar quraraq insan ruhunun müxtəlif tərəflərini, həm də sosial və mədəni mövzuları ifadə etmişdir. Qəyyur Yunusun sənətində çoxsaylı sərgilər olub. Onun əsərləri Azərbaycanda və dünyada tanınır. O, klassik təsviri sənəti ilə müasir sənət arasında körpü yaradan rəssam olaraq da tanınır. Qəyyur Yunusun yaradıcılığı haqqında çox sayda rəssam, sənət tənqidçisi və izləyici çox müsbət fikirlər söyləyir. Onun əsərlərində formaların və rənglərin necə ustalıqla istifadə olunduğu, hətta hansısa bir müasir sənət üslubunun necə ənənəvi elementlərlə birləşdiyi önə çıxır. Səttar rəhmətli sağlığında görmüşəm, ustadım olub. Və onun demək olar ki, hər cür xarakterini, düşüncəsini, təfəkkürünü, danışığını bildiyim üçün onu elə çəkirəm ki, yəni bir obraz kimi. Amma mən sağlığında naturadan onun portretini işləmişəm. 1972-ci ildə. Bəs bir kənd üçün bu qədər istedadlı rəssamın olması qəribə deyil. Yəqin onda ya xilənin suyundandır, ya da havasından. Nə suyundandır, nə havasından.
Hər şey Allahdandır. Allah verir ki, burada da çıxırlar. Suyu da, havasını da, bu da bir nemətdir, bərəkətdir, onu da Allah verir. Tutalım, Əmircan olmasın, başqa bir yer olsun, başqa kənd olsun, başqa bir ölkə olsun. Suyu içməli də ola bilər, acı da ola bilər, havası da zəhərli də ola bilər, təmiz də ola bilər. Yəni, hava ilə, su ilə deyil, istedadların ortalığa çıxması. Nəyə görə? Çünki istedadı Allah verir insanlara, hər bir insana. Sizcə rəssamların əsərləri gözə çarpan və ya göz önündə olmalıdır, yoxsa daha dərindən düşündürmək məqsədini güdür? Suallar biraz qəribədir. Belə bir sual qoyulur ki, görəsən dünyada poeziya birinci yerdə gəlir, musiqi, yoxsa rəssamlıq? Bəstəkara bu sualı verəndə deyir ki, nə danışırsınız? Musiqisiz həyat yoxdur ki. Hər gün qulağımız bir musiqi eşidir. Musiqisiz həyat yoxdur. Birinci yerdə musiqidir. Şairə bu sual verəndə deyir, yox, belə deyil. İlk dəfə söz gəlib. Söz, poeziyanın təşkil edən mayası sözdür. Sonra deyirlər ki, biz, cənab Leonardo, siz nə deyərsiniz? Deyir, icazə verin sizin sualınıza, elə sualla bir cavab deyim. Deyir, təsəvvür edin ki, iki bir-birinə düşmən ordu, müharibə nəticəsində vuruşurlar. Bir tərəf qalib gəlir, o bir tərəf məğlub olur. Qalib tərəfin zabiti, məğlub olan tərəfin 4 əsrini gətirir, diz üstə oturdur. İndi məzələnir də bunlarla. Deyir ki, baxın, əsirlərə deyir. Sizin 3 orqanınızdan ikisini ləğv eləyirəm. Birini özünüz seçin, saxlayın. Qulaq, dil və göz. Bəstəkar da deyir, gözümə toxunma. Şair də deyir, gözümə toxunma. Gözü saxlayır. Göz nədir? Təsvirincə sənət, təsvir. Bu da təsvirdir, sizin işimizdir. İndi gördünüz, o da deyir ki, məntiq var da, deyir ki, gördünüz ki, çünki Allah insana, bəşəriyyəti yaradanda ən yüksək neməti ağıldır. Ağıldan sonra ikinci əza göz gəlir. Mən məşhur rəssamla daha çox danışa bilərdim. Amma özümü də, sizi də intizarda saxlamaq istəyirdim. Ona görə də gələn buraxılışda daha çox və daha dərindən, çəkdiyi möhtəşəm rəsm əsərlərindən danışacağıq. Emalatxanadan çıxdım, sevgi dolu rəsm əsərlərini gördüm və orada Səttar Bəhlulzadənin izini də sözsüz ki, hiss elədim. Səttar Bəhlulzadədən söz düşmüşkən Əmircanda yerləşən bu parka mütləq gəlməli idim. Bilənlər bilir, amma bilməyənlər üçün deyim ki, Səttar Bəhlulzadə ömrü boyu tək-tənha yaşayıb, heç vaxtı heç bir xanımla evlənməyib. Amma onun bir sevdiyi xanım da olub ki, onunla bir yerdə Moskvaya oxumağa gediblər. Amma xanım ömrü boyu Səttar Bəhlulzadəyə yalnız bir dost kimi münasibət göstərib və başqa bir kişi ilə evlənib. Amma bu evlilik də çox sürməyib, onlar müəyyən bir vaxtdan sonra boşanıblar. Deyilənə görə onları birləşdirən cəhət tək rəsmə sevgi olmayıb. Həm də onların gözlərinin mavi olması da onları birləşdirən bir cəhət olub. Səttar Bəhlulzadənin gizli saxladığı sevgisi xalq rəssamı Maral Rəhmanzadədir. Mən ötən buraxılışlarımızda Xilə kəndinin keçmişindən danışmışam. Əmircanın zəngin keçmişini öyrənmək və qorumaq, bu kəndin mədəni irsini yaşatmaq baxımından çox önəmlidir. Kəndin ağsaqqalları bu torpağın tarixini, adət-ənənələrini və keçmişdə baş vermiş hadisələri ən yaxşı bilən şəxslərdir. Onların təcrübəsi və xatirələri, gələcək nəsillərə ötürülməsi vacib olan dəyərləri əks etdirir. Əmircanın keçmişindən söhbət düşürsə, mütləq mən ağsaqqallara üst tutmalıyam. Çünki böyük var, kiçik var. Əməkdar artist Tofiq Bayramov evindən çıxarkən bütün Əmircanlı uşaqlar onun ətrafına yığılır, ona olan sevgisini göstərirdilər. O da qarşılıq olaraq onların sevdiyini söyləyir.
həmişə buradan keçəndə uşaqlıq xatirələri yadıma düşür. Bax, bu gördüyümüz Əmrəcanın prospekti deyirdilər. Çünki düz dəmir yolundan axıra qədər bu yol gedir. Özdə adı Komünist küçəsi idi. Sonradan görkəmli şairimiz Tofiq Bayramın adını daşıyır. Bax, baxdığınız bu gözəl park var ha. Vaxtı ilə ən qədim qəbirstanlığı idi. Kənd Soveti ki, bura köçdü, ona görə ağsaqqallar yığıldılar ki, gəlin, buranı park eləyək. Yəni, burada olan bütün meyitlərin sür-sümüyünü mollaların vasitəsilə yığdılar, başqa qəbirstanlıqda bastırdılar və buranı belə gözəl park elədilər. Hər buradan keçəndə qorxurduq, məktəbə gedirdik də. Bax, orada bir sərdaba var idi. Özdə pəncərə kimi sökülmüşdü. Bizə elə gəlirdi ki, bu dəqiqə oradan kimsə meyiz zat çıxıb bizi tutacaq. Bax, elə bir zamanda, elə bir vaxtda bu yolu məktəbə gedib gəlmişəm. Özdə 97 nömrəli məktəbdə oxumuşam. İndi Allaha şükür, bax, gözəl park yaradıblar. Ancaq qocaları, ağsaqqalları yaddan çıxardıblar. Çünki burada qocalar üçün yaxşı istirahət otağı vardı. Yığışırdılar, qəzet oxuyurdular, söhbət eləyirdilər. Bəziləri domino oyunlar oynayırdılar. Buranı ləğv eləyəndən sonra da dedilər ki, sizin üçün yaxşı bir oturaqda otaq tikiləcək. Digər ağsaqqalımızın xatirəsi isə bir başqadır. Əmircan kəndinin ağsaqqalından biri də 1940-cı illərdə müharibənin ən çətin dövründə dünyaya gəlmiş şəxsdir. 35-ci ildə mənim müharibə başlayanda 6 yaşım olub. 6 yaşında olub, müharibəni keçmişəmdir. O vaxtı atam Rusiya tərəfindən o vaxtı bunları aparıb gediblər. Onu güllələnmə verirlər onlara. Anam bizi saxlayıb, 5 nəfər uşaq olmuşuq biz. Anamın ölçəsində işləyib, çalışıb, böyüdüb, anam saxlayıb bizi o vaxt. Özü müharibə illəri, yəni çox ətinləri. Atam da mədən müdiri işləyib, Əzbəyoğlu neftə o vaxtı. Onlarda dayım da gedib onlarla, evimin yoldaşı da onlarla gedib. Çox adam gedib Əmircandan, bir gecədə 11 nəfərinə qədər bunları aparırlar. Tofiq müəllimin kəndin bu hissəsi ilə bağlı da gözəl xatirələri var. Bizim kənd Xilə kəndi, çox qədim kənddir və adət-ənənələri çox qəribə idi. Bizim kənddə balacalar ağsaqqalın bir kəlmə dediyi sözü qulaqlarında sırğa kimi saxlayırdı. Bax, bu uşaqlar kimi yox. Biz başqa cürə tərbiyə eləmişik. Heç vaxt yadımdan çıxmaz. Bax, aşağıda məscidin yanında meydan yeri, qədim dükan idi. Orada kəndin ağsaqqalları oturardı. Saat 6-dan sonra. Oradan belə uşaqlar qorxardılar keçməyə. Bir gün rəhmətli anam məni çörəyə göndərdi. Təmbəllik elədim buradan gedeyim. Yəni yolum yaxın olsun, aşağı tərəfdən gəldim. Birdən gördüm ki, kəndin ağsaqqalları oturublar. Daim rəhmətli idi ortada. Özümü itirdim. Dala da qayıtmaq istəmirdim də. Divar dibi sürtünə, keçib getdim, çörək aldım, gəldim. Sabahsı günü Allah ölənlərimizə rəhmət eləsin, rəhmətli atam qayıtdı. Abala, bura gəl. Yaxınlaşdım, dayanmışam. Dədə, eşidirəm. Qayıtdı, mən sənə nə tərbiyə eləmişəm? Sənə deməmişəm ki, qoca qadın gördün, kişi gördün, salam ver. Əlində ağır yükü varsa, al əlindən, kömək elə. Dedim, ata, bilirəm də. Dedi, amma böyük qələt eləmişsən. Sən qocaların yanından keçib, salam verməmişsən. Başa düşdüm, qayıtdım ki, ay ata, dayı orada idi. Elə bir karıxdım, yadımdan çıxdı salam verməyim. Bax, tutdu qulağımı belə burdu. Dedi, bax, qulağında sırğı olsun.
böyük gördün, salam ver. Bax, bizi o vaxtı belə tərbiyə eləyiblər. Murtuza Muxtarov hamısı ilə əlaqədə olub. Məsələn, bu Əmircanlar neft sənayesində olublar da. İndi mən onları görməmişəm, eşitmişəm. Onlar yaxın olub. Çünki o da usta olub. Mənim atam da usta olub. Belə buruq ustası olublar bunlar. Onlar yaxın olublar biri-birinə. Anamın dayısı olub Meşədi Hümbət. Onun adını mənə qoyurlar. Bu geofizika var, Əmircanda Dzerjinski zavod. O onun masterskoyu olub. Onlar yaxın dost oldular Murtuza Muxtarovla. Hələ onun avadanlıqlarının üzərində orada təmir edərdilər. O vaxtı hadisə belə ənçi olanda o tez-tez gedib gəlir də bir yerdə olardı ona. Meşədi Hümbətlə dost olurdular. O özünü ki vurur, o atışır bilirsiniz də, onlar 3 nəfər olurlar, ikisini vurur bu. Axırda biri qaçır, sonra gedir bir otağına, qapını da bağlayır. Güllərin səsindən mənim də qohumum, anamın dayısı deyir ki, bu gedir. Heç kəs ürək eləmir onu, girsin otağa. Deyir ki, o saat deyir ki, özün vur diyor. Sındırırlar qapını, gedirlər onu orada. Götürürlər, belənçiyinə olur. Onlar olub, ən yaxın dostu olub Meşədi Hümbət onun. Bu vaxtı 18 min belensinde bir 50 bine yakın əhalisi var. Gelip Karaçuxura çatıb. Bu yandan Ramaniyə gedib çatıb, çox genişlənib. Sən statistikaya götürürsən, onun əksəriyyəti gələnlərdir də. Bu vaxtı bir şeyler gəldi. Əmircanın Naxırı bağı deyirdik, o Əmircan Orazana idi. Həndən o yana gelib çıxıb, Karaçuxurda Zapravka var, nə var, Orazan gedib, böyüyüb o kənd. Bunlar çoxu gəliblər, burada məskən çalanlardır. Yani onlar da bizim qardaşlarımızdır, bacılarımızdır. Yadınızdadırsa, keçən dəfə biz Əmircana gələndə Murtuza Muxtarov məscidi haqqında sizə məlumat vermişdik. Bu dəfə gələndə xoş bir anla rastlaşdıq. Deməli, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu məscid artıq təmir və bərpa işlərinə bağlanıb. Nə xoş bizə və fürsətdən istifadə edib bir daha Heydər Əliyev Fonduna və onun rəhbərliyinə öz təşəkkürümüzü bildirmək istəyirik. Gəzdim, dolaşdım və yolum yenidən buradan Oxu yerinə qoy güşəsindən keçdi. Dedim, baxım görüm dəyişiklik var. Gördüm ki, artıq qoyduğum 2 kitab yoxdur. Deməli, düşünülən sistem işləyir. Sevincimin həddi hüdudu yox idi. Yəqin ki, hansısa bir Əmircanlı uşağa kömək oldu. Məncə bu cür güşələr hər kənddə, hər qəsəbədə yüzlərlə olmalıdır.